Da en mühüm mövzulardan biri bu olmalıdır. Hayat nedir? Ana mövzulardan biri olmalıdır. Niye yaşayıram sualına cevap tapmadan yaşamaktan ölüm yaxşıdır. İnsanın birinci sualı özüne bu olmalı ki, hayat ne deməkdir? İnsan neden başlamalıdır? Hayatın mənasını anlamaqdan. Düşüncəsiz hayatı yaşamağa değmez. Düşüncenin qapısıdır. Bundan başlayaq düşünmeye. Mən varam. Bilirəm də varam, elə deyil. Niye varam? Mən varam, niye varam axı? Ne için varam? Hayat nedir? Yemək, içmək, yatmaq. Heyvan yiyir, içir, nəsil artırır, yani yaşayır. İnsan hayatı nedir? İnsan hayatının heyvanla müşterek cəhətidir bu. İnsan da buna ihtiyaclıdır. İndi bu kifayətdir mi? Əlbəttə kifayətdir. İnsan bundan qane olmalıdır mı? Hayat budur mu insan üçün? Əlbəttə ki yox. İnsan məna axtarır həyatına. Düzdür? Hamı kim olur olsun. Hamı məna axtarır. İnsan adlı varlıq həyatına məna verməsə yaşaya bilməz. Qalıb nə məna verəcəm, hamı məna verir. Hər kəs bir məna verir həyatına. Adamdan soruşsan niyə yaşayırsan? Uşaqlarımı boya başa çatdırım, xoş. Bunun mənası da həyatına. Biri sən niyə yaşayırsan? Deyir ki, məsələn, filan sahədə birinci şəxs olum. Bu da bir mənadır. Birindən də soruş, deyəcək ki, mən Allahla görüş üçün yaşayıram məsələn. Hər kəs öz idrakına, dərkinə, agahlığına uyğun həyatına məna tapacaq. Ova gedib quş vurmağa. Sən bunu ovladın, apardın, ətini pişirdin, kebab elədin, yedin sonra. Sabah yenə də ovladın, yenə də yedin sonra. Sən bu dünyaya gəlmişsən ki, quşu kebab eləyib yiyəsən, hamımızın içində bu səs var. Özünüzü utandırmaq istəyirsiniz. Bir şey üçün əl-ayaqdan çıxanda bir dəqiqə içdən səs verir. Sonra adam utana bilər onu. O səsi eşitsin. Görsənə gözün bərəli bir 5 manat xeyir var. Orada deyilən yekə kişisən. Adam özünə sonra məna nədir? Mənası nədir? Yaşayıram ki yiyeyim. Yaxşı, yaşadın, yedin. Sonra yenə yiyeyim. Onu dedin də bildin. Onu dedin. Elə bir cavabdır ki təkrar olmasın. İnsan nə üçün gəlib dünyaya? Agah olmaq üçün. Bilməyə gəlmişik. Axırda bizdən soruşacaqlar, nə öyrəndin həyatda? İnsan agah olmaq üçün gəlib. Birinci nədən agah olmalıdır insan? Mən əbədiyəm, həmişə var olacam. Bundan agah olmalıdır. Hardan bilirəm mən əbədiyəm? Çünki mən görürəm ki, mən bir şey istəyirəm. İstədiyimə çatan kimi deyirəm, yox, mən bunu istəmirəm. Dəhşətdir bu. İstədiyimə çatan kimi deyirəm, mən bunu istəmirəm. Min cür əziyyətlə adam var, bir şeye çatır. Sonra çatan kimi bir neçə gün sonra deyir, yox, bunu istəmirdim mən. Başqa şey istəyirdim. Bir şeye çətinliklə adam çatır, adiləşir adam üçün. Yox, mən başqa şey istəyirəm. Hey, hərəkət eləmək istəyir, başqa şeyə tərəf. Olub sizdəki istəklərinizə gülmüsünüz, mən gülmüşəm. Adam indi məsələn 10 il bundan qabaqki, 20 il bundan qabaqki istəklərinə gülür. İstəklərsiz çünki zaman keçdikcə gülməyəsiz onlara. Gülürsən uşağa, deyir ki, buna bax, maşınıma bax, filana bax, həmən şey adam idin sən. Özün özüvə gülürsən, keçmişivə gülürsən. İndi də sənin oyuncağın biraz başqadır da, həmən oyuncaqlarla başın qarşı. Sən elə bir şeyə bağlan ki, gülməyəsən, elə bir şeyə bağlan ki, ona çatmaq mümkün olmasın, çatıb diyanasan, sönəsən. İnsan hamısı aşiq doğulub. İnsan yəni aşiq. Ne üçün gəlib dünyaya? Məşuqun tapmağa. Bu aşık olan, başdan ayağa aşık olan varlıq özünə uyğun məşuq tapmalıdır. Elə bir məşuq seç ki, vəsl olanda da yenə də ateş sönməsin. O da bir dənə Allahdır və Allaha bağlı adamlardır. Sən elə bir şey istə ki, qovuşmaq olmasın ona. Qovuş, sonra yenə qovuş, sonra yenə qovuş. Qovuşma daim davam eləsin. Getdikcə mərifət, təzə mərifət, təzə mərifət. Dünyadan köçəndən sonra bir sinirlər, çağırırlar adamı, dillə gəl bura. Hoş gəlmişsən. Gəl görək nə öyrəndin? 50 il yaşadın, nə öyrəndin? Filan maşının motoru filan. Deyir, axı maşın yoxdur burada, maraqsızdır orada. Yoxdur, olan şeylərdən danış. Yoxdur, hamısı qaldı orada. İqruşqalar, oyuncaqlar idi, qaldı. Çayı belə dəmləyərlər. Müdrik görsən ki, 70 yaşında kişi danışır. Bütün öyrəndiyi budur ki, çayı necə dəmləyərlər. Amma bu deyil sənin nəhayət məqsədin. Çağırır səni, qəbirdə deyir, mən Rəbbuk. Bu suala cavab ver. Allahdan nə başa düşdün, Rəbbün kimdir? Allahdan danış mənə görür. İnsanın bədəni qalır torpağın altında, insan özü ilə nə aparır? Agahlı.